Yoldaşlar, indi də gəlin DNS forwarders və conditional forwarder mövzularına baxaq. Getdikcə daha dərinlərə enirik. Yadınızdadırsa DNS haqqında danışmışdıq. Hansı ki, helpdesk dərsində belə var idi. Biz sorğu göndərdiyimiz zaman ilk öncə DNS, yəni sorğulara başladığı zaman haralara müraciət edirdi, hansı yollardan keçir və sonunda hara gedib çıxırdı. Biz bunun haqqında danışmışdıq və mən sizə uzun-uzadı yadıma gəlir ki, orada misallar çəkmişdim, göstərmişdim. Hansı yollardan keçir? Nə bilim, cache host faylı, internal DNS, external DNS, routine, conditional forward və s. danışmışdıq. İndi isə gəlin bunu canlı olaraq görək. İlk öncə yoldaşlar, gəlin burada bir məsələyə toxunaq. Hansı ki, forwarders bölməsidir. Okey yoldaşlar, aydın məsələdir. Bizim DNS serverlərimiz var. Hansı ki, bizim burada DNS serverimiz, göstərim sizə. DNS-imizə baxaq, görək bizə nələr qeyd olunub server tərəfdən. Baxın, biz özümüz DNS serverik. Aydın məsələ. İndi okey, tamam, burada başınız qarışmasın. Gedim mən client tərəfdən bunu sizə göstərim. Daha yaxşı anlayacağıq. İstəyirəm ki, o yerə gəlib çıxana qədər ağzınızda sual qalmasın. Okey. İndi bura fikir verin. Bizdə DNS server nədir? Birinci DNS server nədir? 100-103'dür. Yəni nə? Bizim domain kontrolerimizdə olan DNS serverimiz və alternativ olaraq DNS serverinə yazmışıq. Google DNS yazmışıq. Okey. Yəni bu nə deməkdir? Bu DNS serverdə olan hər hansı bir sorğu göndərdiyimiz zaman bu DNS server cavab verə bilməsə, keçsin alternativ olaraq bu DNS serverə, Google'un DNS serverinə. Bura kimi okey. Bunu yadda saxlayın. İndi davam edək. İndi isə yoldaşlar forward elləri var DNS-lərin bizim DNS serverində. Bu nədir? Hansı ki, əgər bizim o DNS serverimiz, yəni özümüz, hansı ki biz DNS serverdəyik, yəni bu DNS server 192, 168, 100, 103 olan DNS serverimiz hər hansı bir sorğuya cavab verə bilməsə, bu sorğuya kim cavab versin? Yəni okey, bizim DNS serverimiz var, sorğularımızı onunla cavablayırıq. Amma ondan cavab gəlməsə, yəni o bilməsə, bizim soruşduğumuz yer, tutaq ki, bizim hal-hazırda DNS serverimiz məsəl üçün nəyi bilir? Daxildə öz əlinin altında olanları bilir də, bunu bilirsiniz. Amma youtube.com, nə bilim, trendyol.com və s. də indi qlobal saytlar onları bilə bilməz axı. Çünki bu daxildə olan bir məsələ deyil, publikdə olan DNS serverlərdir. Mənim tam da sizin fikrinizi çəkmək istədiyim bölümə buradır. İndi bura diqqətlə qulaq asın. Bizim daxildəki DNS serverimiz okey, daxildə hər şey domain səviyyəsində ələ alıb. Adi biz domainə join olmaq üçün belə DNS serverdə qeyd olunmalıydıq ki, bizdən tezkit.local kimdir deyəndə bizə cavab verə bilsin. İndi ikinci məsələ var, bayaq dediyim qlobal olan hansı ki YouTube'dur, Google və s. çoxlu veb saytları var. Bunları bizim DNS server özü bilmir. Bəs hardan soruşur desəz, onlar da baxın bu DNS serverdən soruşur. Yəni öz forwarderlərindən soruşur. Buradan biz başa nəyə düşürük? DNS serverlər bir-birlərinə belə sorğu ata bilər. Xatırlayırsa DNS mövzusunda, bir əvvəlki DNS mövzusunda biz danışmışdıq. DNS haqqında bir dəfə danışmışdıq. Onu nəzərdə tuturam. Yəni demək istədiyim, bizim DNS server bilmədiyi bir şey olduqda gəlib burada forwarderlərindən soruşur. Okay. youtube.com hardadır? Gəlib bundan soruşur bu DNS-dən. Deyir YouTube orada. Bu bilməsə keçir buna. Bu da bilməsə keçir buna. Bu formada davam eləyir. Və server, biz bir serverik. Bunlar da bir DNS serverdir. Serverlər arasında sorğular, yəni serverdən server olan sorğular nə idi? İterativ sorğular idi. Və klientdən serverə gedən sorğu nə idi? Bu da rekursiv sorğu idi. Ümumiyyətlə, DNS klientlərə nə gözünə baxırdı? Hər klient bir DNS server üçünsə bir resolver idi. Okey. Bu da aydın məsələdir. İndi yoldaşlar, burada diqqət verin. Nə demək istəyirəm? Dedik ki, bizim DNS, bu DNS serverə, bu DNS serverlərə sorğu atır, iterativ olaraq sorğu atır. Falan yer hardadır, bəs mən yer hardadır? Və bu edilən sorğuların da bir vaxtı var, hansı ki buradadır. Defaultda 2 və ya da 3 olur. Elə 2-də qalsa yaxşıdır. Məsələn, əvvəllər bu rəqəm burada default 3 olurdu. Yəni ki, buradakı DNS serverdən soruşdu, Google hardadır və ya YouTube hardadır bilmədi, keçdi bura.
İndi hani söz yox, belə bir ssenari ola bilməz. Bu Google-un DNS-də hər nəysə, indi fərqli yer olsun. YouTube arada bilmədi. 2 saniyə sonra keçsə bundan soruşacaq. 2 saniyə sonra keçsə bundan soruşacaq və s. belə davam eləyəcək. Okay. Bu formadır. Və təbii ki, biz istəmirik də. Çünki indi başqa şeylər də soruş. Gələcəm ora kimi. Okay. İndi danışaq, yenə davam eləyək. Okay, bunlara 2 saniyə ərzində bir-bir soruşur ki, bəs filan yer harda? Əgər bilməsə, indi bilməmə ehtimalı çox kiçikdir, amma hər halda bilməsə bu formada 2 saniyədən bir bunlardan soruşur. Bunlar da bilməsə hara soruşur? Təbii ki, root hint serverlərdən. Hansı ki, mən xatırlayıram, uzun-uzadı sizlə DNS haqqında haralara müraciət edir, haralardan keçir. Bunun haqqında biz sizinlə danışmışdıq. Və root-hintlər haqqında mən sizə danışmışdım orada. Bunlar böyük ailədirlər. Səhv eləmirəmsə 13 dənədirlər və bunları kim ərsəyə gətirib? IANA deyilən qurum var. Siz buradan da baxa bilərik. Baxa bilərik buradan. Görüm indi burada saytda tapsaq. Həmin onlar hardadır? Baxın buradadılar. Baxın tam da buradadılar. Okay. Yəni bu root-hintlər hansı ki ümumiyyətlə bunlar 13 böyük ailədirlər və bütün DNS cəmiyyətini bunlar ələ alıb və bind DNS-lərlə işləyir bunlar. Hansı ki bind DNS 80-ci illərdə 4 nəfər tərəfindən, yəni Berkeley Universitetində həyata keçirilib. Bindin açılışı da Berkeley Internet Name Domain olaraq keçir. Bu formada, yəni bunlar bizə kömək edir ki, daxildəki DNS serverlərimiz və yaxud da ki, qlobal çıxanda alternativ DNS serverlərimiz cavab verməsə, bu root-hint serverlər bizə cavab verə bilsin. Okay, bu formada. İndi yenə gələk ora. Okay, bu aydın məsələdir, bu root-hintlər. Forwardlərə qayıtmaq istəyirəm. Yəni, bildiniz də artıq. Cache-dən gəldi, biz danışmışdıq sizlə. Cavab verə bilmədi, keçdi. Baxır da indi, yəni bir klientin DNS sorğusu zamanı hansı yollardan keçir biz danışmışdıq. Cache-də yoxdursa gedir host faylına, hostda yoxdursa daxili internal DNS server dediyimiz bu bizim daxildəki DNS-imizə. Əgər o da yoxdursa forwarderlarından soruşur, yəni 8-8-lər, 9 və s. Onlardan da cavab gəlməsə, kiçik ehtimal cavab gəlməsin, keçir root-hint serverlərə. Okay. Və əgər biz istəyiriksə ki, bizə tez bir zaman, yəni klient gözləməsin də, okey, sorğu atdım, buradan bura gəldi, 2 saniyə gözlədi, buradan bura gəldi, 2 saniyə gözlədi, filan bəs məkan. Əgər o həmin o yer yoxsa, biz istəyirik ki, daha tez bizə cavab gəlsin və biz başa düşərik ki, artıq o yoxdur. Ona görə də burada məsəl üçün bunun birini buradan yığışdıraq. Məsəl üçün bunu buradan silə bilərik bu formada. Və belə bir şey də eləyə bilərsiniz yoldaşlar, sizə bunu da deyim. Yəni artıq bir sysadmin olaraq, sistem mühəndisi olaraq özünüz ayarlamalısınız ki, hansı DNS-dən daha tez cavab ala bilərik. Yəni hansı DNS server bizim üçün daha əlverişlidir. Belə bir axtarış eləyim, görüm gələcək DNS. Yəni burada application var, proqramdır. Hansı ki siz bunlarla özünüz araşdıra bilərsiniz, test eləyə bilərsiniz ki, burada belə application var, yükləyərək bu benchmarkı. Yəni test eləyə bilərsiniz ki, DNS-i qeyd eləyərsiniz. Məsəl üçün 999, 1111, 888 hansı daha çox təhlükəsiz və ya hansı daha tez cavab verir. Öz aralığında yarışdırıb istəyinizə uyğun DNS-ləri orada qeyd eləyə bilərsiniz. Burada gördüyünüz kimi. Okay. İndi gəlin bunu danışdıq. Başqa bir yerdən də danışaq. Qayıdaq bir dənə klientə sizə başqa şey haqqında danışmaq istəyirəm. Okay. İndi gələk əsas məsələ. Biraz vəziyyəti ələ alaq. Nə demək istəyirəm? Hansı ki burada nə idi? Preferred DNS server özümüz idik. Burada nə idi? Alternativ olaraq Google-un DNS idi. Okay. Bura bir dənə diqqətlə baxın. Google-un DNS buradadır. Burada nə idi yoldaşlar? Forward dillərdə. Baxın 8.8 burada da var. Sizcə bu düzgün yanaşmadır yoxsa yox? Təbii ki, yox. Çünki buradan soruşacaq, bir cavab gəlməsə, təzə nə olacaq? Gedib bir də buradan forwardlardan yenə bundan soruşacaq. Bu da istəmədiyimiz haldır. Ona görə də çalışın belə hallara yol verməyin, diqqətinizdə olsun. Məsəl üçün bura yaza bilərik. Bir-birləri bu formada gedə bilərik. Biraz ələ alırıq məsələləri. Sonra yoldaşlar,
və burada çalışın. Belə deyim də, bura, yəni bizim daxildəki DNS serverlərimiz olsun alternativ olaraq. Çünki bu istəmədiyimiz bir yanaşmadır. Daha səliqəli, çünki daxili sistemimizi ələ almaq baxımından daha yaxşı variant bir dənə DNS serverimiz olur. Onu da bura qeyd edirik. Əgər bunun başına bir şey gəlsə, buradan davam edirik. Belə bir şey var. Niyə görə deyirəm? Çünki bu DNS serverimizin başına bir şey gəlsə, bizim daxili hər şeyimiz itbat olacaq, sistem əlimizdən çıxacaq. Okay. Ona görə çalışın ki, dənə DNS server qurun. Və burada da alternativdə belə bir qlobal domenləri, yəni DNS-ləri qeyd eləməyin. Okay, bu formada. Okay yoldaşlar, DNS forwarderlər, routinglər bu formada. Sizə gəlin bir də conditional forwardlər haqqında danışmaq istəyirəm. Conditional forwardlər də yoldaşlar nədir? Gəlin bir dənə bunu new yaradaq. Şərtli yönləndirmədir bunlar. Nə demək istəyirəm? Təsəvvür eləyin ki, hər hansı bir veb-sayt və ya da hər hansı bir yer var. Ora girib çıxmaq istəyirsiniz və siz istəmirsiniz ki, mənim, yəni həmin o sorğulara, hər hansı bir saytdır, x.com məsəl üçün, həmin o sorğulara mənim nə daxil DNS serverim, nə forwarderlərim, nə routinglər heç kim cavab verməsin. Ən azı routingi qoyaq kənara, mənim o yazdığım DNS serverlərim cavab verməsin. Şərtli olaraq yönləndirmə eləyirik. Deyirik ki, filan yeri soruşsa kimsə, gəlsin eminlik conditional forwarderlərdən soruşsun. Yəni mənim DNS serverlərimi məşğul eləməsin. Bu kimi ssenarilər qura bilərsiniz. Məsəl üçün atıram da özümdən atıram.com bir şey yazırsınız. Söz yox, indi bu DNS rezolv olunmalıdır, aydın məsələdir. Bu formada, yəni bu indi ssenaridə mən özüm nə gəldi yazdım. Amma təbii ki də siz burada düzgün formada eləyərsiniz. Okay, şərtli bir yönləndirməmiz varsa, təbii ki, belə bir istəyimiz olmasa bunu silək. Şərtli bir yönləndirməmiz varsa, conditional forwarddan istifadə eləyə bilərsiniz. Okay, yoldaşlar, növbəti dərsdə görüşərik.